necədir saçlarım? Sizin evdə havalı buruğu necə edirlər? Paylaşanda saç buruğumu YouTube'da da, Instagram'da da yazıb soruşurlar. Siz salona getmədən bu qayda ilə evdə səliqəli havalı buruqlar edə bilərsiniz. Şərtdə yazın ki, bilim ki, belə şeylər sizə maraqlıdır. Gedək, studiyanı göstər. Hər birinizi yeni vlogumdan salamlayıram, kanalıma xoş gəlmisiniz. Bu dəfə səhərdir, yenə işə gedirəm, hazırlaşıram. İstədim sizin üçün vloga belə səhərimdən başlayım. Əslində makyajımı eləmişəm, bir dənə tuş çəkməmişdim, detem vurmamışam, dodaq karandaş. Bunu dedim sizlə bir yerdə eləyim. Bu dəfə istədim ki, saçımı burmağın qaydasını başa salım. Həmişə paylaşanda saç buruğumu YouTube'da da, Instagram'da da yazıb soruşurlar. Deyim ki, bu fenlə asılı olan bir şey deyil. Daha çox məndən fenin markasını soruşurlar. Bu feni bacım Rusiyadan almışdı. Yəni özü üçün almışdı. Sadəcə sıra verdi mənə ki, mən işə getmirəm, eləmirəm. Mən də ara sıra istifadə eləyirəm. Açılı saçımı kəstirəndən saçlarımı burumuram. Çünki yanmağını istəmirəm. İstəyirəm ki, uzansın. Maska da eləyirəm. Bilmirəm, o maskanı eləyənlər var saçına uzanmaq üçün. Əgər eləyənlər varsa, şərtdə yazın ki, bilim ki, belə şeylər sizə maraqlıdır. Fendən asılı olan bir şey deyil saçın buruğu. Nəyə görə? Saçın burumağın qaydası var. Saçımı burumaq üçün görürsünüz, yəni arxadan belə 2 dənə belə bölürəm, ayırıram 2 dənə belə. Saçımı belə 2 dənə ayırdım. Başlayıram lap arxadan burumağa başlayıram. Bir dənə belə götürürəm. Səliqəli dalğalar olmaq üçün saçı belə götürürəm, çöl tərəfə elə bir bururam. Baxın, belə. Gördünüz? Belə vururam. Yəni bunu içəri vurmuram, çölə vururam. Mən bunu çox saxlamayacağam. Həm vaxtım da azdır işə, yəni gedimi çatdırım, gecikməyim, rahat gedim heç olmasa. Baxın, belə də çıxartdım. Gördünüz? İndi yenə saç götürürəm. Mənim saçım çox naililəşir. Biri var belə vurmaq, baxın. Biri var belə içəri vurmaq, özünə tərəf belə. Biri də var ki, belə çöl eləyirəm. Havalı buruqları bax bu cür eləyirlər, çöl tərəfə vururlar. Yəni bunun qaydası budur da. İstənilən bir feni vermənə, mən o cür buracam, saçım elə havalı buruqlar kimi qalacaq. Yəni o fenə aidiyyatı yoxdur onun. Gördünüz? Baxın, yenə eyni qaydada gedirəm. Biraz ucunda saç saxlayıram. Yəni tam ucuna qədər vurmuruq. Belə. Burada da gecə, axşam çinmişdim, saçımı yuyub qurutmuşam. Yatanda əzilibdi saçım. Ona görə bu tərəf belə səliqəsiz qalır. Baxın, çıxardığında belə çıxartdım. Çolkamı ayırıram. Axırıncı ön hissədən buruqdur. Baxın, bu qədər saç saxlayıram.
Belə bunu biraz belə eləyəcəm çünki saçım burada əyridir. Əzmişəm saçımı. Əslində bura qədər eləyirəm mən. Eybi yox. Bu qalıb bu hissə. Bu hissəni deyirəm, bitirirəm. İndi buranı götürürük. Çolkanı, baxın. Belə çölə eləyirəm. Çolkanı hətta çölə eləyirəm, belə. Gördünüz. Saçı isti-isti buruqları açmırıq, əl vurmuruq. İsti-isti belə qalır. Gözləyirik soyusun. Soyuyana qədər istiliyi getməlidir ki, çünki tez açsaq saçın buruqları yaxşı qalmayacaq, tez açıla bilər. Ona görə də gözləyirik ki, saç soyusun sonra. Eyni qaydada yenə belə çölə vururam, çöl tərəfə. Eləyin ki, saçı belə çölə vurasız. Buna görə səliqəli qaldı. Burada çolkan var, bunu onda bir yerdə eləyərəm. Fikir vermədim, elə bildim saçdı. Bir dəfə çolkamı biraz üstdən kesib. Əvvəl mən biraz uzun saxlayırdım çolkanı, amma bir dəfə saçlarım çox yanmışdı deyə dedim. Əsas odur ki, yanıq getsin də. Neynirəm, uzun saxlayayım saçı, özü də keyfiyyətsiz olsun. Və məndə həm də ütü fen açıldı. Bağladım. Baxın, eyni qaydada hamısında belə çölə vururuq. Mən bir dənə fen var, ondan almaq istəyirəm. İndi görək inşallah. Alacağım inşallah. Elə bunu da belə eləyirəm. Çox belə nazik bölüb eləməyə. Ay, görmürəm. Telefonla baxıb eləyəndə əlimdə də saç saxlayıram. Aha, sağ ol. Eləyirəm, bitirirəm. Baxın, sirrini verdim sizə, asan variantı. Saç vurmağı gəlib salonda eləməyə ehtiyac yoxdur. Yəni buruqdur da. Bunun sadəcə qaydası var. Saçı hansı istiqamət eləmək lazımdır, vurmaq lazımdır. Bu da belə. İndi keçirəm çolkaya. Hamısı. Bunu da bu tərəfə çölə eləyirəm. Demək, iki yerə ayırıram. Bu saçı bu tərəfə vururam, bu saçı da bu tərəfə vururam. Yəni çolka qarışıq. Bu belə. Burada mən çolkalarım qalmışdı saçın üstündə. Hər dəfə dəlimi yandırmalıyam. Baxın. İndi səliqəsiz də olsa, nə də olsa, əsas odur, yəni saçım səliqəli buruqda qaldı. Biraz bu da soyusun əslində. Soyuyub. Nə qədər makyaj eləsəm də elə biləm çox sadə qalıram. Niyə belədir? Bilmirəm, nəysə də açırıq. Eləyirik. Mənim saçım əslində buruqda çox qalmır. Əvvəl vapşa qalmırdı. İndi biraz kraska, rəng, fenlərdən istifadə eləyirəm. Gördünüz? Oldum. Belə. Oldu qəşəng havalı buruqlar.
Necədir saçlarım? Əslində evdə havalı buruqları necə edirlər? Qaydasını bilmək lazımdır. Evdə də özünüz edə bilərsiniz. Salona getmədən bu qayda ilə evdə səliqəli havalı buruqlar edə bilərsiniz. Sanki usta eləyibdir. Gördünüz? Bu da havalı buruq. Neyse, qaçıram işə. Sabah. Ama indi ağır. Sabah. İyi gün, sabah xeyir. Bu ATV'nin məşhur liftidir. Biz 5-ci mərtəbədədir bizim stüdiya. Qalxırıq 5-ə. Görürsünüz, saçımın buruqları qalıb. Biraz hava dəyəndə şişir. Ama şişməyib, yaxşıdır saçım. Sirah qalxaq yuxarı. Müzikçilər məşq edir. Səsi gəlir. Başqa əzibədir. Biz 5-dən bir mərtəbədə qalxırıq. 6-cı mərtəbə. Bura 5-dən 6-ya qalxırıq. Bizim mesela Pablo burada restoranda. Gedək studiyanı göstərim. Pulum var, göster. İşten geldim eve, artık evdeyim. Burada hazır yemek yoktu, ona göre de böyle makaron eləyirəm. Bu balıqlarım belə qızardıb, pişirəndə əla olur, dadlı olur. Mamam belə hazırlayırdı. Səhər 8-ə qalmış yediyim yeməkdir. Hələ də acam. Saat da 4'tür. Ben biraz bundan hazırlayayım, yiyeyim, sonra akşama yemeği hazırlayacağım rahat. Baxın, belə hazırlamışam. Qatıq da döymüşəm üstünə. Gördünüz. Yenə başladı Nilay belə şeylər çəkir, yapışdırır. Uşaq vaxtından belədir. Kağızları yazıb yapışdırır, qapıya yapışdırır da pəncərəyə. İndi yenə uşaq adətləri qaydım. Çox havaya baxaq. Hava bulutludur deyəsən, yağış yağacaq. Mən də pəncərəmi silmişdim. Keçən dəfə vlogda göstərmişəm. Elə. Burada yenə də maşınlar var. Götürürlər. Hava da bulutludur. Neyse, bağlayayım, soyuq gəlir.
Toyuğu suya qoymuşam, soyuq suda, buza açılsın ki toyuq qızardacağım. Axşama yemeği ona hazır verirəm. Bunları yuyub təmizləməliyəm, yığışdırmalıyam. Bir dənə bunlar yuyulacaq, vəsiyo. Başqa qablarım yoxdur. Mənim bu vloqum sırf bir günümdür. Bilirəm ki, mənim ev halımı daha çox bəyənən izləyicilər var. Ona görə də istədim ki, ev vloqumun təbii halını çəkim. Həm də bir günüm necə olur, səhərdən axşama kimi onu çəkdim. Əgər kanalıma abunə olmamısınızsa, kanalıma abunə olun. Mənə dəstək olmağı unutmayın. Kralın etiqi. Sarı kök vacibdir. Bütün yeməklərə sarı kök vururam. De, görün dibində qalıb mayonezi. Uşaqlar yeyib deyə. Baxın, görün, başqa mayonez var. Mayonez xaladenkdə bitir. Açığı son günlərdə xaladenkdə xəbərim yoxdur, nə var, nə yox. Mən yağı belə istifadə edirəm, yəni. Toyuğa qızardanda nar şərab tökəndə əla olur. Biraz da nar şərab. Kek otu, biraz da tam belə əzəm. İndi bunu mən əlimi vurmayacağım, belə bunu qapağını bağlayacağım. Çünki sarı kök var, dırnaqlarımı xarab eləyir. Əlimi onsuz nar yeməkdən görürsünüz, qıraqlar qaralıb. Odunlar özümü saxlaya bilmirəm də, yeyirəm, xoşlayıram. Sezonu tez bitirir ya narın. Amma sarı kök vəbşə pis günə qoyur, həm də dırnaq da pis günə, lakım da pis günə qalır da. Qarışdıraq. Nəysə bir şey bıçaq istifadə edəndə gərək yuyum. Bu dəfə istəyirəm fərqli yuyum. Belə edək. Bu da var belə. Bu arada Nilay'ı məktəbdən gəlib, mən söhbətlərinə qulaq astım, ara verdim. Başlayaq, davam edək. Belə. Kartof da hazır. İndi yığaq bir yerə. Bunlar yapışır.
Kartofu da karıştırdım. Hazırda. Çok kalın değil. Yanında sarı kök var. Biraz da istiot var o. Biraz da yağ ilave edeyim. Her ihtimal kartofa göre. Aynısı azdı diye. Geçsin pişmeye. Hazır tırıldı gelsin. Nuş edeyik. Gelmişim mola. Prezident Bey. Şu mağazaların bağlamağına az qaldı. Ve indirimdə nə var? Bir dənə şuba almışam özümə. Tural. Nasıl nasıl olmayan turaldım. Evet, cins var burada. Cişalar istəyirik. Yeməkdən sonra gecə idi. Mağazaların bağlanmağına son dəqiqələr qalmış. Özümüzü çatdırdıq mola. Bir dənə üst geyimi ala bildim. Başqa geyimlər tapa bilmədim. Normal geyimləri yox idi. Burada da Rahim rəqs eləyir. Mənim bir günüm belə keçdi. Növbəti vloqlarda görüşərik.